Hər kəs salamlayıram. Dostlar, bir mövzuya toxunmaq istəyərdim. Bu məhsul barəsində məlumat verəcəm. Yemək bişirirsən saatlarla, əziyyət çəkirsən, sonunda duz səpmək 10 saniyə vaxt aparır. Çox eləsən duzu, mənim dilimdə desək, depo eləsən, yeməyin hədər olur da, tamı pis olur. İndi insanlar əziyyət çəkir həftələrlə, aylarla. Bəzən mənə deyirlər ki, olar ki, bunu belə eləyək, yox, bundan xoşum gəlmir. Yəni mənim məqsədim odur ki, səni buna vərdiş eləyin və indən belə sənin çəkin qalxmasın. İndi bəzən bir müddətdən sonra nə istəsən yeyəcəksən, onu da sənə deyiləcək. Amma insanlar görürsən əziyyət çəkir aylarla və s. Bəzən deyirlər ki, yox belə eləyim də. Elə də eləyəndə yenidən başlayır yeməyə meyilli olmağa. Bir daha söylürəm ki, çalışın neysə eləyirsinizsə sona kimi aparın. Yarımçıq saxlamayın. Qaldı ki bu alçadır, limondur, yaşıl almadır. Pəhrizə yenicə oturan insanlar var ki, bunu axşam yeməkdən yarım saat sonra yatmamışdan öncə yeyin. Əgər yəni təzyiqiniz varsa, limonu saxlayın. Yəni ehtiyac yoxdur. Bəzən deyirlər ki, mən limonu çox içdim, təzyiqim düşdü və s. Başa salıram ki, əgər bilirsən ki, səndə belə bir problem var, öz-özünə həkim ol da. Yəni saxla gəlin, içmə, nə vacibdir. Bir daha söyləyirəm dostlar, çalışın sağlamlığınızı qoruyun, formada olun. Hər kəsə uğurlar.